Sənə 100 manat versəm, mənim üçün buzovna aboy evindən aboy alıb gələ bilərsən? Aboy? Bəli, aboy. Nə əlaqə? Alarsız yoxsa yox? Hə, alaram. Amma gələndə. Buzovna çox uzaq olduğuna görə mən də yolu tanımıram. Ona görə taksi ilə getməliyim. İndi taksi sifariş edirik. Bəli dostlar, hal-hazırda Buzovnada Melisa aboy evinə gəlib çatmışıq. Gedim aboyumu alım və 100 manatımı qazanım. Dostlar, gördüyünüz kimi burada aboy çeşidləri çox olduğuna görə, yəni biraz qərarsız qaldım. Amma sonra fikirləşdim ki, oğlanın boyu balacadır deyə ona animasiyalı aboy daha ideal olar. Burada şirekli aboy var. Mən bunu götürməyə qərarına gəldim. Gedim bunu ödənişini eləyim və 100 manatımı qazanım. Bunun qiyməti neçə? 2 manat. Şirekli aboyumuzu da aldıq. İndi yollanırıq 100 manatı qazanmağa. Aboyumuzu da aldıq. İndi ceb aboy verəm və 100 manatımı qazanıram. Buyurun, şirekli aboy. Bu nə aboydur mənə almısınız? Sinsi daha yaxşıdır yəni. Boyumuz da balacadır, şirindir. Sizin bu sözlərinizə görə sizə pul vermirəm. Buyurun, aboyu qaytarıram. Mənə gəlib şirekli aboy alıb. Zarafat eləyirəm, bu bir zarafatdır. Buyurun, bizdən 100 manat qazandınız. Belə də bir şey deyim. TikTokda məni izləyirsiniz. Xeyr, izləmirəm. İzləsəydiniz 20 manat qazanardınız izləyin gələn səfər. Dostlar, bəs siz gedin mənə aboy alıb gələ bilərdiniz. Dostlar, siz də evinizin qəşəng aboylarla dekor etmək istəyirsinizsə, Buzovnada olan Melisa aboydan gedib aboylar ala bilərsiniz.